Başqa bir sübut da sizə hədə-qorxu məqsədli evin yanmağını göstərmək istəyirəm. Necə Balaqusar 2025-ci ildə evi yandırmışdılar, qərəzli surətdə və bu evin yanmağında Kəmaləddin Heydərovun, Vahabi oğlunun da əli var. Mirqafar Seyidovun tapşırığı ilə həyata keçib bu. Hədə-qorxu gəlmək məqsədi ilə olub, Balaqusar istiqamətində olub. Xoşbəxtliklə mən video görüntüləri saxlamışam. Deməli, bu video görüntüdə bizim cinayətkar dəstənin əsas üzvü olan xanımın həkiminin həyət evidir. Məni təmir bəhanəsi ilə bura gətirmişdilər. Bu Qusarda yerləşir. Kənd tam dəqiq yanında deyil. Bu Qusarda çəkdiyim bir şəkildir. İndi evə baxaq. Yox, gəldi orada. Orhan olsun adı neydi? Deməli, bu epizodda, bu cinayət epizodunda, bu artıq 2025-ci ilin yayında olub. Artıq mənim azadlığım yenə də mənim əlimdən. Bu tapşırığı verən şəxs olub Mirqafar Seyidov, Kənan Hacıyevin atası, Kəmaləddin Heydarovun Vahabi oğlu və bizim bu xüsusi xidmətdə işləyən bu Əbdülvahab toxumundan əmələ gəlmiş. Deməli, bu şəxslərin əsas məqsədi nə idi? Cinayət epizodlarının azadılması, psixoloji təzyiq göstərmək və əlavə olaraq da ki, mənə hədə-qorxu gəlmək. Həmin bu epizodda iştirak edib bizdə Orxan. Onunla da WhatsApp yazışmamız var. Orxan özü qalır Sumqayıtda və Elçinin Orxan Qusar. Bu onun nömrəsidir. 055 318 1444. Özünü prorab kimi və şofer kimi qeyd edirdi Elçin həkimin nömrəsi. Elçin bəy Qusar. Bu Elçin bəy Qusarın nömrəsidir. Həmin epizodda. Və bizim orada Acay adında polis. Acay polis. Həmin şəxsin əlaqə nömrəsini qeyd eləmişəm. Orxan öz növbəsində bir müddət sonra Orxan Qusar. Deməli, Orxan bir müddət sonra, daha sonra Qusar polis idarəsinin rəisinin əli ilə, bandatların əməkdaşların əli ilə, bu vəzifələrindən sui-istifadə şəxslərin əli ilə, güya ki, yalandan izahat yazmaq bəhanəsi ilə məni dəvət elədilər Qusar rayon polis idarəsinə. Orada bir şəxs özünü müstəntiq kimi qələmə verdi, yalandan bildirdi ki, güya yuxarı mərtəbədə təmir gedir və bizi padvalda bir növ qarşıladılar. Daha doğrusu, padvalda öz sonunda qəbul elədi. Həmən polis də qondarma və yalançı Baş Kiber Cinayətçilik Mübarizə İdarəsi barədə başladı məlumat verməyə. Buna manipulyasiya deyilir. Güya ki, elə bir idarə var, nə bilim, o idarədə də əməkdaşlarla kimsə əməkdaşlıq edir. Belə bir idarə ümumiyyətlə yoxdur. Bu Mirqafar Seyidov, havadar, himayədar Mirqafar Seyidovun küllü miqdarda Azərbaycana gətirilmiş narkotik dövriyyəsinin və silah alverinin izinin itirilməsi üçün qurulmuş bir oyundur. Bir növ cinayətkar dəstənin əsas cinayətləri olan kiber cinayətkarlıqla paralel olaraq narkotik dövriyyəsi və silah alveri olduğuna görə belə bir şantaj məqsədli, hədə-qorxu məqsədli oyun da quranda mənə qarşı bir növ Mirqafar Seyidov havadarlığından, himayədarlığından geri qalmır. Əsas məqsəd də bundan ibarət idi ki, Mirqafar Seyidovun cinayətkar dəstənin, belə deyək də, insan alveridir, silah alveridir və küllü miqdar narkotik dövriyyəsidir. Hansı ki, həmən narkotik dövriyyəsinin İrandan Azərbaycana gətirirdilər və hətta bu həyasız cinayətkar qrupirovka bir İran vətəndaşını da gətirib Masazıra yerləşdirmişdilər. Sübutlar həddən artıq çoxdur. Neçə ildir ki, mənim azadlığımı mənim əlimdən alıblar. Sənədlərlə bağlı. Bu bir müddət əsas nəyə arxayindir bu şəxslər? Əsas bu şəxslərin arxayin olacağı məqam nədən ibarətdir? 102 xidmətinə. Çünki
bu adamlar ürəkləri nə istəyirlər, onu da eləyirlər. Kimə arxayındılar? Yüksək xidmətinin rəisinə. Çünki paralel olaraq mənim yüksək elədiyim bütün şahidlərimin heç birinə baxılmır. Heç birinə baxılmır, qətiyyən baxılmır. İndi hal-hazırda da məni güya ki öz aləmlərində azadlığımdan məhrum edərək atam Abdullah İlyasla əlbir olaraq güya ki məni gətiriblər Köhnə Günəşlər ərazisinə. Çünki mənim gezəcək həqiqətən də başqa bir yerim yoxdur. Bütün qohumlarımı mənə düşmənə çeviriblər. Başda mənim atam olmaqla mənə qarşı düşmənçilik mövqeyindədir. Çünki mənim atama söz verilib, Dələduz atama söz verilib ki, onun Dələduz digər ailə üzvünü türmədən çıxardacaqlar və artıq pulu verilib. Hal-hazırda da yenə də 102 öz necə deyirlər, rüşvət əməllərinə davam eləməkdədir və qurulmuş ssenar əsnasında, plan əsnasında belə bir ssenar qurublar ki, mən şikayət eləməliyəm, şikayətim ancaq istiqamətlənməlidir 35-ci polis bölməsindən. Buradan günəş eləyir. Bunun özü də mənim azadlığımdan məhrum olunmağım deməkdir. Yüksək xidmətinin rəisi birmənalı olaraq öz işini, postunu tərk eləməlidir. Cinayətkar dəstək göstərdiyinə görə, cinayətkarlara bir növ dəstək verdiyinə görə yüksək xidmətinin rəisi posta oturmalı deyil. Mən istəyərdim ki, şəxsən həbs olunsun. Yəni yüksək rəisi həbs olunmalıdır birmənalı olaraq. Bu çirkin oyunların arxasında duran bütün şəxslər ancaq Mirqafar Seyidovun əməlləridir. Cinayətlərə dəstək duran şəxs Kəmaləddin Heydarovun Vahabi oğludur, Vahabiliklə məşğul olan. Hansı ki, Fövqəladə Hallar Nazirliyində mənim ünvanladığım bir növ şahidlərə də təsir göstərən də məhz Kəmaləddin Heydarovun bu Vahabiliklə məşğul olan oğludur. Və küllü miqdarda narkotik dövriyyəsinin izinin itirilməsində və rüşvət almağında da Kəmaləddin Heydarovun oğlunun çox böyük rolu var. Məsəl üçün, mənim Sahir nömrəsi məndə böyük ehtimal qalmayıb. Sahirin nömrəsi məndə yoxdur. Cavid Ramın nömrəsi məndə qalmalıdır. Cavid Cəlal. Deməli, bu Cavid şəxsən xüsusi xidmət orqanı rüşvət almağında dəstək göstərmiş bir şəxslərdən, epizodlardan biridir. Öz növbəsində məni Şuvalana dəvət elədilər. Orada 2 dənə türkünəli ilə təbii ki, oyun qurub məni Azərbaycandan, ölkədən çıxartmaq istədilər. Cinayətlərin izini itirmək məqsədi ilə. Mənim azadlığımdan məhrum olunmağımdır, mənim süni tərəfdən necə deyirlər, həbs olunmağım və s. ilaxır başıma açılan bütün oyunlar. Cavidin bir qohumu da var. Cavidin bir əsas qohumu da var, Sahirdadır. Deməli, bunların bir Elvindir şirkətlərinin adı. Həmin o Elvin şirkəti sərhəd qoşunları komandanından rüşvət ala bilsinlər deyə istifadə elədilər Elgün Somdadan. Bir dəqiqə. Aha, Somdadan. Bəli. Deməli, bu şəxsdən istifadə elədə bu Somdan əməkdaşıdır. Bəlkə də sərhəd qoşunları əməkdaşıdır, tam dəqiq bilmirəm. Ola bilərdi indi xüsusi xidmətlə orada bir artist eləyiblər. Məsələ bundan ibarətdir ki, hal-hazırda bizim xüsusi xidmətdə oturan bu Dələduzlar birmənalı olaraq cinayətkar dəstənin əsas üzvü olan öz əməkdaşlarının tərəfini saxlamaqdadırlar. Və bir müddət bundan öncə də mənim yanıma adam yerləşdirib, mobil telefonuma yenidən virus yükləyib, əsas sənədləri, əsas məlumatları, video görüntüləri silmək məqsədi ilə Rüstəmi oyuna saldılar. Həmən Rüstəm, burada olan qonşu, mən onu baş versə qeyd edirəm. Deməli, qonşu, 10 TF, 10 TF 837, Rüstəmin qondarma tanış kimidir və paralel olaraq da ki, bizim xüsusi xidmət orqanında oturan bu şərəfsiz Əbdülvahab Tumundan əmələ gəlmə, suçinyor, pozğunbaşı, Fikrət adında şəxsin bir saniyə qonşusudur, cinayətkar dəstənin başında duran şəxs. Utanmazsam mənim utanmamazlığımdır ki, bura əmi yazmışam, qeyd eləmişəm. Və həmən bu Fikrət, həmən bizim bu xüsusi xidmətdə işləyən əməkdaşın, bu şərəfsin, ləyaqətsin qonşusudur. Hansı ki, cinayətkar dəstənin başında durub. Və bu da öz növbəsində bu Vahabi olduğuna görə məni süni sürətdə həbs olunduqdan sonra mən o vaxt universitetdə sənəd vermək istəyirdim, təhsillə bağlı Ukraynaya getmək istəyirdim. Elə oldu ki, bu adamlar mənim törətmədiyim bir cinayətə görə məni həbs elədilər. Və əsas məqsədləri də cəzaçəkmə müəssisəsində bir növ mənim cinayətlərimi artırmaq idi bunların əsas məqsədləri də. Məni durmadan şərləmək, eləmək. Həmin epizodda Süleymanova Xəyalinin ailə dostu Tural adına şəxsin qardaşlığı iştirak edirdi. O da süni sürətə türməyə daxil olmuşdu.
Bu cinayətkar süni sürətdə mənə həbs olunmama köməkli dəstək duran olub. Kürdaxana cəzaçəkmə çəkmə müəssisəsində həmin illərdə işləyən rəis Elnur müəllim olub və Əlhüseyn Salahzadəyə və Məhəmməd Paşazadəyə və digər cinayətkar dəstənin üzvlərinə türmə həyatını, kriminal aləmi, narkotik satışını və digər cinayətləri izah eləyəndə məhz Elnur bəyin Bəhəddin adında bir yaxın qohumudur. Hansı ki, əslində Bəhəddin heç mən avtoritet kimi qəbul eləmirəm, əslində kriminal belə təhlükəli bir insan kimi. Çünki dərindən düşünəndə Bəhəddin özü də Alfonsdur. Mən o adama Alfons gözü ilə baxıram. Yəni özü vaxtkən Zakir Qalovla qohum ola bilsin deyə kimisə qızını alıb nəsə eləyib və nə bilim bədənəsi nakolka döydürüb. Yəni mən o adamı ciddi bir şəxs kimi qələmə götürmürəm. Yəni mənim üçün belə bir avtoritet, belə bir hörmətli adam ola bilməz. Məhz Ayusto şirkət də yaradanda məni tələyə sala bilmək üçün, mənə fərqli oyunlar qura bilsinlər deyə Bəhəddinin qonşusu İlqardan istifadə eləmişdilər. İlqar adına şəxs özünü müştəri kimi qələmə vermişdi orada. Həmən İlqar bizim bu digər özünü kriminal avtoritet hesab eləyən başqa bir İlqar var. Aycun xanımın, Aycun Kazımovanın keçmiş həyat yoldaşıdır. Və əsl onun ləqəbi isə İlqar yox, İlqarədir. Və cəzaçəkmə çəkmə müəssisəsində olanda 11-ci kolonda illər bundan əvvəl son dəfə olanda ona İlqarə çağırırdılar. Məndə olan qeyri-rəsmi məlumatlara əsasən cəzaçəkmə dövründə olduğum müddətdə daha doğrusu da əsas bu İlqarənin Aycun xanımın keçmiş bu həyat yoldaşında bir növ bu İlqarənin əsas işi gücü ancaq elə kimlərəsə üzr istəyirəm ifadəmə görə işverənlik eləmək olub. Və məhz ona görə də öz qadınsı işverən xasiyyətinə görə cəzaçəkmə müəssisəsində olan dustaqlar onu İlqarə ləqəbi ilə çağırırdılar. Daha az öncə adını qeyd elədiyim Bəhəddin öz növbəsində həmən bizim bu İlqarənin oğlu Tural var. Hansı ki Sumqayıt Arifin oğlu ilə və qonşusu İlqarla birlikdə də qonşudurlar və cinayətkar dəstəni də məhz kurs yoldaşların üzərində qurublar, bandanın üzərində. Burada cinayət faktorları həddindən artıq çoxdur, cinayət epizodları həddindən artıq çoxdur. Mən Murovdan hərbi xidmətimi bitirməyim olub 2011-ci ildə. 11-ci ilə qayıdandan bu adamlar mənim izimdədir və məndən əl çəkmirlər. Əsas məqsədləri bu adamların nədir? Deməli, kimləsə şübhələndə ki, bu adam xakerdir və yaxud da ki, savadlı bir adamdır və yaxud da ki, nəsə bir qeyri-adi bir bacarığı var. Bu adama öz növbəsində həmən şəxsə, öz qurbanlarına, necə ki, Kapital Bank tərəzzülünü, Azərpost tərəzzülünü həyata keçirirlər xarici vətəndaşların əli ilə. Həmçinin belə bir variantı, belə deyək, öz qullarına, kölələrinə çevirə bilsinlər deyə vətəndaşları, öz cinayətkar dəstələrini inkişaf elətdirə bilsinlər deyə süni cinayət törətdirirlər. Məni intuisiya eldən çıxardan da bunlar olub, işdən olub. Yəni ki, mənim başıma çox oyunlar asılıb, həddindən artıq. Məni öldürmək də istəyiblər. Yəni, əsas məqsədləri isə mən öldürməklərində Əlhüseyn Salahzadənin süni sürətdə türməyə daxil olmağının izini itirmək və küllü miqdarda Azərbaycanın ərazisinə gətirilən narkotik dövriyyəsinin izini itirmək olub. Hansı ki, həmən narkotik dövriyyəsinin də başında duran şəxs məhz Allahşur Paşazadə Şeyxin oğlu, Şeyx Üslamın oğlu Məhəmməd Paşazadə idi. Və hal-hazırda ərazidə bu sexdə özlərini Mahir müəllimin işçiləri kimi qələmə verənlər. Orada Fərhad müəllimin daha doğrusu Mahir adında bir işçi var. Onun soyadı Muxtarov deyil. Məhz belə deyək də, bu adama lazımdır ki, cinayət epizodlarını itirsin. Yalan əhvalatlar danışmaqla, yalan hadisələr, epizodlar, belə deyək də, yeni epizod təqdim eləməklə. Cabir İmanovun da bundan əvvəl bu şəxslərlə olan bir, əlbir olan bir şəxslərdən biridir. Bizim Cabir İmanov bu təxribatçılara, vahabilərə, narkotacirlərin birbaşa olaraq əlaltısı kimi işlətdikləri bir şəxs olub. Bu adamlar Azərbaycan dövlətinin bir mənalı əleyhinə olan şəxslərdirlər və cinayətləri həddindən artıq çoxdur. Və əsas cinayət spektrları da bir növ cinayət gücləri deyək də, sosial şəbəkələrin, istənilən sosial şəbəkələrin idarə olunmağı əsnasında qurulub. İstənilən sosial şəbəkə, YouTube, Instagram və s. hər birinin, belə deyək də, istənilən qaydada idarə edə bilirlər. Və heç bir vətəndaş, sıravi vətəndaş bunu heç vaxt müdaxilə edə bilməz. Yəni, sən bunun qarşısına həyat boyu ala bilməzsən də. Otururlar özləri üçün öz yerlərində vəzifədən sui-istifadə edərək də işlərində, xakerliklə məşğuldurlar, insan alverlə məşğuldurlar. Yəni, bir növ nə istəsən, bir insanın həyatında hər bir şey eləyə bilərlər.
Və bir müddət bundan öncə də deməli bizim bu xüsusi xidmətdə oturan rüşvətxorlar Paşa Holdingdən də Çülümdən rüşvət alıblar. Və rüşvət almaq üçün Evren Rəhimovdan istifadə elədilər. Evren Rəhimovdan mənim sinif yoldaşım olub. Mən 20 nömrə prospektdə Yasamalda, 20 nömrə məktəbdə oxuyan sinif yoldaşım idi. Və bir müddət bundan öncə də aldığı rüşvətləri gizlətmək məqsədi ilə və qondarma Qofar firması şarj avadanlıqları belə deyək də zaryadka ilə olan maşınların doldurma stansiyası deyək də onların işlə məşğul olma məqsədi ilə belə bir şey eləmişdilər və hər dəfəsində qurduqları oyunun və aldığı rüşvətləri gizlətmək üçün yeni fərqli epizodlardan istifadə edirlər, insanlardan istifadə edirlər. Onlardan biri Nəsimi Elektronik. Deməli, Nəsimi bir müddət bundan öncə mənə verdiyi məlumat əsnasında hansısa rayona getdi, orada nəyisə dəyişmək lazımdır, belə bir məlumat verdi. Nəsiminin burada bu şəxslər tərəfindən təlimatlanmasını mən bilmirəm. Nəsimi çox saf, çox gözəl, çox savadlı, maşallah olsun, çox savadlı bir qardaşdır Nəsimi. Yəni, mən onun savadını həqiqətən qibtə eləyən bir insanım və belə insanlar çox dəyərlidir mənim üçün. Məsələ bundan ibarət, ola bəlkə Nəsimini özünü oyuna gətiriblər. Və Nəsim mənə zəng edərək kömək istəmişdi ki, yazışmada da bu var ki, onun qoşulanda belə deyək də, mən bir növ kömək eləyim. Bu oyunun, bu senarinin qurulmağında əsas məqsəd, isə belə deyək də, Paşa Holdingdən alınan rüşvətin gizlədilməyidir. Başqa bir epizod var, deməli, Salih Kubinka kondisioner. Yazışmamızı görürsünüz də. Mən Salih qardaşla təsadüf nəticəsində tanış olmuşam. Salih yaşayır Kubinkada. Məsələ bundan ibarətdir ki, belə deyək də, hal-hazırda cinayət epizodlarının və cinayət tərkibi daşıyan, cinayət əsası daşıyan bir növ belə deyək də, qurulmuş, amma baş tutmamış oyunların izinin itirilməsi ilə məşğuldurlar. Salih nəyə görə lazımdır burada? Salih nəyə görə? Abu deyilən bir özünü avtoritet hesab edən Kubinkada bir nəfər adam var. Özünü avtoritet hesab edir. Həmin bizim bu İlqarənin də yaxınıdır. Bu avtoritet özünü hesab edən. Deməli, Abunun oğlu vaxtkən narkoman olub. Vaxtı ikən. Və böyük ehtimal Abunun bu şəxsləri işləməyi və bir növ bunlarla iş görməyi də, belə deyək də, oğluna görə olub. Mənim ehtimalımdır. Dəqiq bir şey deyil. Söhbət gedir baş əməliyyatçı İbrahimdən, Kənan Hacıyevdən və Mirqafar Seyidovdan. Söhbət bu bandadan gedir. Dövlət əleyhinə formalaşmış cinayətkar dəstədən gedir. Çünki bu adamlar bundan əvvəl də Xəqani adında narkomana təsirlər göstərmişdilər ki, belə bir növ mənə oyun qursular. 2021-ci ildə Abşeron Dövlət Təhlükəsizlik Xidmətinə daxil olan baş əməliyyatçı İbrahim də həmin o Xəqaninin və narkotik satdırdığı Kor Orxanın əli ilə də mənə oyun qurmuşdular. Ki, hər dəfəsində nəsə bir oyun quranda və bunların qurduqları oyundan heç vaxt baş tutmurdu. Bu da təbii ki, onların qeyri-professional və təxribatçı olmağına irəli gələn bir şeydir. Bundan əvvəl də Faiq Ağayevlə bağlı bildiyimiz kimi bizim bu İlqarə ləqəbli 11-ci cəzaçəkmə müəssisəsində olan İlqarə ləqəbli bu təlxəyin, ona təlxəy deyirəm. Yəni mənim elə bir insanın heç avtoritet nədir? Adam cəzaçəkmə müəssisəsində İlqarə ləqəbi ilə gəzən bir adam olub. Keçən ildə mənə Rəsulzadə qəsəbəsinə yerləşdirəndə onun doğulub böyüdüyü əraziyə qəsdən yerləşdirmişdilər. Həmin o İlqarənin. Mən müvəqqəti qaldığım kirayədə evdə məni acından öldürürdülər məni. Mən nə şəraitdə yaşayırdım orada. Paltarlar pis gündə, nə gigiyenik təmizliyim var. Allah bizim bu xüsusi xidmətdə oturanların bəlasını versin. Evindəkilərinə rüşvət aparırlar, vətəndaşı acından öldürürlər. Vətəndaşı ifunət bir otaqda saxlayırlar. Deyən adam mobil telefonumu orada oğurlamaq istəyirdilər mənim. Nəyə görə? Kimlərsə evindəkilərinə rüşvət aparırlar deyə. Bu nədə də sağlam bir, məntiqli bir, qanuni yanaşmadır məsələyə. Əlbəttə ki, benim yanaşma yoxdur. Həmən bu İlqarənin, belə deyək, yenidən qaydaq İlqarəyə, show bizneslə yaxından bir əlaqəsi olduğuna görə ki, bunun show bizneslə əlaqəsi keçmiş həyat yoldaşı Arjun xanımdan keçir. Belə deyək də, Faiq Ağayevlə də bağlı belə bir çirkin bir oyun qurmuşlar ki, kimsə onu bıçaqlayıb, nə edib. Bu oyun təbii ki, onlarda baş tutmadı. Nə ilə nəticələnə bilərdi, mən bilmirəm. Yəni, mənim açıq buna heç ehtimalım da yoxdur.
Və hal-hazırda da mən qaldığım bu evdə də ərazini qeyd eləmişəm. Yenə də çirkin oyunlar gedir. Xüsusi xidmətin əməkdaşları adını qoyublar ki, güya ki məni mühafizə eləyirlər, amma əslində vaxt qazanırlar, vaxt uzadırlar və ancaq dayanmadan cinayət epizodlarını azaltmağa çalışırlar. Və mən ancaq kreditlərdəyəm. Yəni ki, işləməyə də təbii ki mən alınmır da. Fərhad müəllim sağ olsun, həqiqətən Fərhad müəllim gözəl bir insandır. Mən onun xətrini də oradan çox istəyirəm, çox gözəl bir insandır. Buna baxmayaraq, mənim əleyhimə qurulan bir çox oyunlarda iştirak eləyib. Hansılarda iştirak eləyib? Mahirin soyadının Muxtarov olmamasına baxmayaraq, onun soyadı Muxtarov deyil. O sadəcə o təlimatlanmış xüsusi bir insandır ki, cinayət epizodlarını azaltsın. Buna baxmayaraq Fərhad müəllim də təsdiq edir ki, bu adamın soyadı Muxtarovdur. Və hətta onun saxta şəxsi vəsiqəsini belə mən görmüşəm. Amma onun soyadı Muxtarov deyil. O sadəcə olaraq bu dələduz, cinayətkar dəstənin başında duran, söz nəsilməsində başında durmuş bir şərəf və ləyaqətini itirmiş, Kəmaləddin Heydarovun Vahabi oğlu ilə əlbir olan və Qurban Qurbanovla da yaxınlığı olan bir başqa bir Vahabinin, Əbdülvahab toxumundan əmələ gəlmiş bir həyasın tərəfini saxlayır. Və digər Vahabilər mənim həyatımda olan Zahiddir, Mahir adında Vahabi idi, Musa, Nofər, Ramin bəy artıq məlumdur ki, bu alçağın adamlarıdır. Çünki bu Vahabilərin özünə məxsus bir xasiyyəti var da. Vahabilər düşünürlər ki, bu Əbdülvahab toxumundan əmələ gəlmişlər. Bu pantürkist müxalifətin tulaları. Maraqlı bir məsələ də bundan ibarətdir ki, müxalifət artıq bizdə xüsusi xidmətə qədər gedib çıxıb. Bu da təbii ki, bizim xüsusi xidmətin zəifliyinə irəli gələn bir şeydir. Mən belə hesab edirəm. Məsələ də bundan ibarətdir ki, bu Əbdülvahab toxumundan əmələ gəlmişlərin belə bir psixologiyası var da. Çox pozğun və mənfi bir radikal psixologiyadır. Düşünürlər ki, öz işlərində ancaq nəsə işlər görmək, ancaq pulu öz aralarında qazanmaq, eləmək və bu hənəfidir, sələfidir, nə zibildir bilmirəm də. Vahabilərin əsas məqsədləri də onların həyata yanaşması da tamamilə tam fərqli bir yanaşmadır. Onlar düşünürlər ki, Azərbaycan xalq olaraq hamı bir-birinin qardaşı deyil. Ancaq kimlər bunların təriqətindədir, bunların təriqətinə tüpürüm mən. Kimlər bunların təriqətindədirsə, ancaq onlar bunların qardaşıdır. Kömək eləyəndə, pul yeyintisi olanda, rüşvət və təxribatla bağlı işlər olanda və bunlar qarışqa kimi belə işlər görürlər. Yəni sübut həddindən artıq çoxdur. Mən hesab edirəm ki, mənə özlərinin verdiyi məlumata əsasən bu şəxslər, olsun Kənan Hacıyev, Sumqayıt Arif, onun oğlu Kənan, Tural, atası İlqarə, bir daha qeyd edirəm ki, Turalın atası İlqarə, Kürdəxana Cəlçəkmə müəssisəsinin rəisi Elnur, onun qohumu Bəhəddin, qonşusu İlqar. Yəni bunlar böyük bir bandadılar da. Bunlar mütəşəkkil cinayətkar bir dəstə olaraq planlı şəkildə və qərəzli surətdə qabaqcadan Azərbaycan dövlətinə qarşı, Azərbaycan xalqına qarşı belə bir cinayətkar band yaratmışdılar. Və bu şəxslərin əsas məqsədləri Azərbaycan dövlətini və xalqını daxilən məhv eləməkdən ibarətdir də, belə deyək. Əsas məqsədləri nədən ibarətdir? Azərbaycan təhsilini azaltmaq, İrana cəsusluq, xarici cəsusluq, Azərbaycan dövlət məlumatlarını ola bilər ki, strateji əhəmiyyətli dövlət obyektləri barədə yerləşmə planlarını xaricə göndərmək bu ehtimaldır. Buna məndə təsdiq yoxdur. Kapital Bank və Azərport dələduzluğunun dəstək xətti ilə sxemə əsnasında vətəndaş məlumatlarını xaricə göndərmək, vətəndaş məlumatlarının satışını həyata keçirməklə burada gedir WhatsApp yazışmalar, telefona daxil olub media satışlarını həyata keçirmək, buna daxildir Instagram və digər sosial şəbəkələrin yazışmalarının satışı, bunları həyata keçirməklə Azərbaycan ailələrini dağıtmaq, Təhsil Nazirinin süni bal artımı eləyirlər və özlərinə o qədər güvənirlər ki, ödənişi belə sonra alırlar, 200 bala qədər qaldırırdılar. Yəni, dəhşətli bir mənzərətdir də. Mən çox görmüşəm. Olub, məsəl üçün, mənim tanışlarım olub da, mən Sovetski ərazisində böyümüşəm. Cəhətçəkmə müəssisəsində olan insanları mən tanımışam. Olub da indi həyatı gətirməyib, həyatında nəsə problem olub, düşüb türməyə və yaxud da çıxıb. Amma mən heç vaxt belə bir qrupirovka ilə, belə bir dövlət əleyhinə olan bir dəstə ilə hələ ki mən rastlaşmamışdım. Yəni mənim həyat praktikamda belə bir şey olmamışdı. Yəni ağlınıza nə qədər cinayət gəlirsə, hamısını bu adamlar eləyirlər. Narkotik, silah alveri, insan alveri, kiber cinayətkarlıq. Yəni gördüyünüz kimi çox şaxəli cinayətləri özündə əks elətdirən və maddi maraqlar kölgəsində gizlənilmiş böyük bir qlobal bir təşkilat kimi Azərbaycan dövlət daxilində fəaliyyət göstərirlər.
Və sosial şəbəkələrin idarə olunmağı əsnasında, hansılar ki, bu adamlar sosial şəbəkələri idarə edə bilirlər axı. İdarə olunmağı əsnasında qurbanlarını Kapital Bank dələcəyi üzrə qurbanlarını tək elə tapmırlar da. Və bu cinayət dəstək duranda biri də Baksel xidməti idi. Baksel şirkəti olub. Hal-hazırda İctimai TV kanalına bir növ tapşırıq verəndə bizim bu xüsusi xidmətdə oturan Əbdülvahabdır. Vahabi toxumundan əmələ gəlmiş, vəzifəsindən sui-istifadə edən. Və bundan əvvəlki videolarda bunu YouTube-da bunu da qeyd eləmişəm. Hal-hazırda mənim bütün telefon zənglərim yenə nəzarət altındadır. Mən heç kimə zəng eləyə bilmirəm. Korrupsiyanın mübarizə idarəsinə mən ümumiyyətlə əlaqə saxlaya bilmirəm. Məktub deməli heç bir məktubumuz General Əbdülfəttah məruzə olunmayıb. Bu mənim hal-hazırda Korrupsiyanın mübarizə idarəsinə elədiyim zəng barədədir. Danışıq vaxtı 26 aprel 2026 19 dəqiqə. 100 qaynar xətdən əlaqə saxlamışam. 12 dəqiqə 31 saniyə danışmağım var. Sonra yenidən geri dönüş eləyəndə 09:26-da yenidən zəng eləməyim barədədir. Prokurorun mənə verdiyi cavab mənim bu vaxt əsnasında 21 dəqiqə dedi. 21 dəqiqə ərzində xüsusi xidmətdə oturanlar mənim telefon zənglərimə nəzarət elədiklərinə görə mütəmadi daimi olaraq da dərhal zəng elədilər kimə? Dərhal zəng elədilər. Dərhal bizdə zəng getdi Yusifə. Daha doğrusu bizim bu Alfonsa. Alfonsun daha doğrusu Yusif Müqar. Bu şəxsin həyat yoldaşının qardaşına, baş prokurorluğa dərhal zəng olundu. Baş prokurorluq da öz növbəsində həmən bu daha öncə qeyd etdiyim Yusif müəllimin həyat yoldaşının qardaşı baş prokurorluqdan dərhal zəng elədi Korrupsiyanın mübarizə idarəsinə və mən orada məlumat verdilər ki, mənə verilən məlumat əsnasında mənə tələb elədilər ki, qardaş, ümumiyyətlə postdan istifadə eləmə, Azərpoçtdan istifadə eləmə. Gəl elə məktubu tulla bura, biz şikayətə görə ki, baxacağıq. Azərpoçtdan çünki mənim istifadə eləməyimi qadağan ediblər, mənim hüquqlarımı mənim əlimdən alıblar. Mən Azərpoçta gedəmirəm. Mənim Azərpoçta nə qədər pullarım gedib Havaydan. Nə qədər pullar telegramlara, cənab general polkovnik Vilayət Eyvazova vurduğum telegramların heç biri nazirə çatmayıb, təqdim olunmayıb. Heç biri. Daimi olaraq hələ də zənglərimə qulaq asılır. Xüsusi xidmətin əməkdaşları ancaq və ancaq bir mənalı olaraq cinayətkar dəstə üzvlərinin tərəfini saxlamaqdadırlar. Bunu da elə bizim bu Vahabi şəxsdir. Burada qeydlərim var. Rüstəm avtoqaza eləyəndə Paşa Holdingdən ona gələn zəngə qədər burada qeyd eləmişəm. Bir bunların hamısını oxumaq istəmirəm. Necə mənim yağımı yerləşdirdi və bunları da şərait yaradan bizim bu Paşa Qofarəsin çıxmalı deyək. Rüfət güya ki Qofarda işləyir, belə bir şirkəti yoxdur. Ülvi bəy. Bir dəqiqə. Ülvi M. Ramastik. Bu nömrə olmalıdır. Ülvi müəllimin nömrəsi Paşa Holdingdən, hansı ki bir növ xüsusi xidmət orqanına rüşvət verən şəxslərdən biri budur. Məsələn, Ülvi müəllimin də belə deyək də rüşvət epizodunda iştirak edib. Qofar şirkətinin rəhbəri bu olmalıdır. Qofar şirkəti yaradılmağı bir növ süni bir epizod idi, süni bir iş idi ki, bir növ belə deyək də Paşa Holdingdən xüsusi xidmətdə oturanlar narkotik dövriyyəsinə görə və cinayətdə rüşvət ala bilsinlər deyə və məni nəyə görə işdən çıxartmışdılar. Və az öncə də sizdə deməli Rüstəmi yalançı avtoqaza əfsanəsini Mirqafar Seyidovun tapşırığıyla həyata keçirməyə barədə məlumat verdim. Paralel olaraq da ki Rüstəm sığorta şirkətinə yalandan elədiyi zəng, lazımi sənədlərin yığılmağında yenə Paşa Holding Rüstəmə dəstək durdu bu çirkin oyunda. Çünki Rüstəm zəng eləmişdi, belə deyək, qəza komissarı olaraq Paşa sığortaya. Paşa sığorta oturan şəxs də ki, böyük ehtimal dövlət xidmətinin əməkdaşıdır. Bütün bu cinayətlərə şərait yaradan ancaq və ancaq yüksək xidmətidir. Yüksək xidmətinin rəisidir. 2025-də dəfələrlə məlumat vermişəm ki, gəlin bu Vahabi tulasını mənim yanımdan aparın. Vahabi toxum mənə gəlmiş və s. axır. 102 zərrə qədər olsun, mənim şəraitimə baxın. Yüksək xidmətinin rəisindən rüşvət verən şəxs Rəna adında bu kiber cinayətkarın atası və Mirqafar Seyidovdur. Havadar cinayətkar. Məhz bu cinayətkar qrupirovkada, təbii ki mənim ehtimalımdır.
Mən hesab edirəm ki, formalaşıb Mirqafar Seyidovun Bandateli rəis işlədiyi dövrlərdə və indiyənə qədər də həmən bu qrupirovka Azərbaycanda azad şəkildə fəaliyyətini göstərir. Bu cinayətkar dəstə çox şaxəli bir dəstədir. Bütün hüquq mühafizə orqanlarında rahat narkotik sata bilsinlər deyə, sosial şəbəkələrdə rahat bu işlər görə bilsinlər deyə hər idarədə yeri var. Və əksər halda həmin idarədə öz valideynləridir. Məsələn, Baş Əməliyyatçı İbrahimin valideyni oturub Müdafiə Nazirliyində. Mən Müdafiə Nazirliyinə ünvanladığım bütün bu mailləri cavablandıran da özüdür. Daxili İşlər Nazirliyində oturub iki şəxs, Mirqafar Seyidov, Rəyanın atası. Xüsusi xidmət orqanında oturub bizim bu Alatavada yaşayan bu şərəfli ləyaqətini itirmiş Əbdülvahab toxumundan əmələ gəlmiş və öz törətdiyi cinayətləri gizlətməyə kömək edən şəxslər də onun kimi Vahabi qardaşları, Kəmaləddin Heydarovdur burada, onun oğludur burada və digər Vahabilərdir. Yəni azğınlaşmış bir həyasız, tam bir həyasız şəkildə fəaliyyət göstərən bir cinayətkar dəstədirlər. Və mən günün bu günə qədər də bu şəxslər hələ də məndən əl çəkmirlər. Hələ də məndən əl çəkmirlər. Və şükürlər olsun ki, artıq kommentariya bölməsində Mirqafar Seyidovun tapşırığı ilə möhtərəm prezidentimiz söyülmür, Mehriban xanım söyülmür, Leyla xanım söyülmür və buna mən həqiqətən tərəqqi eləyirəm. Mən bu şəxslərin əlindən ümumiyyətlə internetdən istifadə edə bilmirdim. Ümumiyyətlə günün bu günə qədər artıq 2026-cı ildir. Artıq 2026-cı il olmağına baxmayaraq mən hələ də heç bir internetdən, heç bir sosial şəbəkədən rahat istifadə edə bilmirəm. Heç bir. Mən hara girirəmsə daimi olaraq yenə həmin internet şəbəkələrinə gəlirlər. Bir müddət bundan öncə bir ay olardı yəqin ki də Vkontaktedən istifadə edəndə vaxt öldürmək üçün mən istifadə elədim. Burada belə bir yer var. İqraç butulочку iqraç. Yenə bizim bu həyasız, ləzgi həyası yenə başladı mən orada narahat eləməyə, ağzına gələni yazmağa. Mən artıq bilirəm ki, budur. Və bir müddət bundan öncə də daha əvvəllər mənim dost bildiyim bir şəxs də var. Qardaş bildiyim Əhmədov Şəfidən söhbət gedir. Bu Əhmədov Şəfin nömrələridir. Özümə qardaş dost bildiyim xain, satqın dostumun əli ilə yenə Azar adlanan bir sosial şəbəkə var, ünsiyyət üçün qurulub. Orada yenidən nəzarət altına saldılar. Duruq Vaxruq deyilən bir dənə proqram təminatı var. Orada yenidən, belə deyək də, mənim məli uşağım olan Şamil adına xanımı yenə orada nəsə mənlə tanış eləmək istədilər. Hansı məqsəd güdürəm, mən bilmirəm də. Və hələ də bu şəxslər bütün hüquq mühafizə orqanları, başda Daxili İşlər Nazirliyi və Baş Prokurorluq olmaq şərti ilə ancaq və ancaq, belə deyək də, fokuslaşıblar mənim üzərimdə ki, bir növ cinayət epizodlarını azaltsınlar, bir növ cinayət izlərini itirsinlər və hal-hazırda sözün əsl mənasında başda 102 xidməti olmaqla cinayətkar dəstə və dəstə üzvlərinin tərəfini saxlamaqdadırlar. Burada belə başqa bir məntiq var da. Yəni ki, necə deyim, mən əslində adını sadım Məhəmməd Paşazadədir, Əli Hüseyn Salahzadədir, nə bilim Kənandır, Mirqafar Seyidov olsun. Bunlarda əslində mən günah görmürəm. O Cavan Tural olsun və s. Mən əsl günahkar və cinayətkar bunların valideynlərində görürəm. Olsun Rəyanın atası, olsun Məhəmmədin atası, olsun yeri gələndə Kəmaləddin Heydarovun özü, hansı ki, nəzarətçi ucbatından oğlu bu dəqiqə Vahabiliklə məşğuldur. Mən günah ancaq onlarda görürəm. Qudurğan, ailə tərbiyəsi görməmiş, ailə əxlaqı görməmiş, bir qrup, üzr istəyirəm ifadəmə görə, küçük, atalarının vəzifələrinə güvənərək dövlət əleyhinə band yaratmış şəxslərdir bunlar. Vəssalam. Mən vəziyyəti belə qiymətləndirirəm. Və mən vəziyyəti çox düzgün də qiymət verirəm. Hal-hazırda heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Maddi durumum bir o qədər yaxşı deyil. İşləməyə qoymurlar. Məlum məsələdir, qoymayacaqlar da. Vəziyyət də buna ibarət ki, bütün cinayətkarlar hamısı azadlıqdadırlar. Hamısı azadlıqdadır və bacardıqları qədər bu şəxslərə çox böyük dəstək durmaqdadırlar. Həm maddi dəstək duran da var bu şəxslərə, həm mənəvi dəstək duran da var bu şəxslərə və həmin dəstək kimə güvənirlər bu adamlar? Əlbəttə ki, öz valideynlərindən. İnşallah ki, tezliklə mən çox istəyərdim ki, bizim dəyərli generalımız, general-mayor Əbülfət Rzayev həqiqətləri bilsin. Həqiqətləri bilsin ilk növbədə. Nəyə görə? Çünki burada şər böhtan ancaq mənə yox, həmçinin onun ailə üzvlərinə də atılıb. General-mayor Əbülfət Rzayevin ailəsinə dəflərlə şər böhtan atılıb. Ondan ötürü ki, bu şəxslər 2021-ci ildə məni anlaqsız qələmə verərək dəlixanaya
həbs eləyə bilsinlər deyə. Və 6 ay mənim dəlixanada olduğum bütün korpus var idi ya. Bütün korpusa demək olar ki 90% hamısı tapşırılmış insanlar idi. Ki yeri gələndə orada mənə rahat təzyiq göstərə bilsinlər və istədikləri şeyi eləyə bilsinlər. Narkomanların çoxusu, hamısı bizim bu bandatdelin və bu cinayətkar dəstə üzvlərinin, bandatdel deyəndə ki, sözümü hamısına şamil eləmirəm də, vəzifələrini sui-istifadə edən şəxslərin yaratdığı cinayət dəstədən söhbət gedir. Onların çoxusu əl altısı idi. Olsun orada Orxanlar, Nazim, hansı ki qardaşı işləyib prezident aparatında və hal-hazırda mənim prezident aparatına ünvanladığım mailləri cavabsız qoyan da Nazimin qardaşıdır. Əsas məqsədləri mənim yaddaşımın çalışdılar ki, içsin tamamilə yaddaşım və fiziki qüsurlu qalım. Həqiqətən də mən dəlixanadan çıxanda fiziki olaraq çox zəif idim. İndi biraz normallaşmışam, amma əvvələ nisbətində mən 2021-ci ilə qədər olan müqayisədə əvvəlki qədər sürətli gəzə bilmirəm. Əvvəlki qədər sürətli məsəl üçün çox hərəkətlər eləyə bilmirəm. Düzdür, belə biraz normaldır məndə. Əvvəl ümumiyyətlə danışığımda çox böyük bir problem var idi məndə. Bunu da hamısını eləyən olmuşdu. Təbii ki, Kənan Hacıyevin atası. Hansı ki 2021-ci ildə məni dəlixanaya bağlamadan əvvəl, göndərmədən əvvəl, onun elə şöbə rəisi kimi özünü qələmə verən də məsələ böyük ehtimal Kənan Hacıyevin atası idi. Rəyananın atası olub böyük ehtimal ki. Məqsədlərinə nail ola bilsinlər deyə ki, mənim yaddaşım içsin, məni ömürlük şikəst eləsinlər. Bunu istəyirlər və bu onlarda alınmadı. Və həyasızcasına hələ də belə deyək, cinayətkarlar və onların valideynləri, əsas havadarlar valideynləri əllərindən gələn hər şey eləyir ki, bu şəxslər azadda qalsın. Yəni mənim həyatımı alt-üst eləmək üçün hər şey elədilər də bu şəxslər. Mənim bıçaqlanma epizodunda da bunların əli var, bu şəxslərin əli var idi. Rəcəbov Elnur baş əməliyyatçı bir atasından əlbir olaraq çirkin oyunlar qurmuşdular. Mənim evimin satılmağıdır. Qəsdən öz narkotik satdığı əraziyə qabaqcadan ev tikib ora yerləşdirmişdilər. Ondan sonra mən Ukraynaya getmək təhsil almağa qoymadılar. Nə təhsil almağa qoydular. Təhsil almağa qoymağa mənim həyatıma ömürlük bir növ ləkə yapışdırdılar. Çünki mən 278-ci maddə ilə ittiham olunmuşam. Bu da dələduzdur. Mən dələduz heç vaxt olmamışam. Yəni ki, mən belə insan deyiləm, təbiətlə belə insan deyiləm. Təbii ki, bu adamlara nə lazımdır ki, mənim həyatıma ömürlük bir ləkə salsınlar ki, qoy elə bütün polis bölmələrində məni dələduz kimi tanısınlar. Amma indiki vəziyyətdə ən böyük dələduz, ən böyük maşennik 102 xidmətidir. Ən böyük maşennik Mirqafar Seyidovdur. Sasna kraska qoyulan Mirqafar Seyidovdur. Hansı ki, öz növbəsində general-mayor Əbülfət Rızayevin adından saxta sənəd və saxta idarə düzəltdi. Cinayətləri azaltmaq məqsədi ilə, bölmək məqsədi ilə. Amma bu şəxslər dələduz ola dələduza görə cavab vermək istəmirlər. Və mənə də həqiqətən təsir edir. Hamısı da namərd insanlardır. Çox əxlaqsız bir ailədə doğulmuş, zərrə qədər mərdlikləri olmayan bir insanlardır. Yəni mən bu dəfələrlə şikayət eləmişəm, dəfələrlə yeri gələndə məktub da göndərmək istəmişəm. Hal-hazırda xüsusi xidmət bunun qarşısını alır. Mənə təsir edən məqam nədən ibarətdir? Yəni bu qədər ad saydım, bu qədər sözlər deyilib, bu qədər yeri gələn təhqirlər deyilib, bu qədər özlərini kişi sayan, özlərini nə bilim avtoritet sayan bir nəfərin içində Nujeli bir nəfər adam çıxmadı ki, belə namusu ilə, qeyrəti ilə girsin, general-mayor Əbülfət Rızayevin qəbuluna hər şey boynuna alsın. Bütün törətdiyi cinayətləri, bütün cinayət sxemlərini. Nətər olur ki, mən Göyçaya gedib cinayət götürə bilirəm boynuma? Mən nə edirəm ümumiyyətlə yaxşı edirəm mənim şəxsi həyatımda. Mən nə istəyirəm onu da elə bilərəm. Məndən şikayət olmayan müddətə qədər mən heç kim narahat eləyənməz. Ələxüsus da ki, vəzifəsindən sui-istifadə edən bir qrupirovka, hansı bir banda. Mən nə istəyərəm onu da eləyərəm. Mən azad vətəndaşam. Siz yer gələndə eləyənməzsiniz. Məsələ bundan ibarət ki, mənim üçün çox belə qəmli bir məqam bundan ibarətdir ki, yəni bu qədər ayrı vaxt kişilikdən dəm vuranlar, oğru həyatından danışanlar, mərdlikdən danışanlardan bir nəfərin namusu, qeyrəti çatmadı ki, bir nəfərin general-mayor Rızayevin qəbuluna girsin, hər şey boynuna alsın. Amma ayrı vaxt danışanda hamı kişilikdən, mərdlikdən, oğlanlıqdan, nə bilim, oğru həyatından danışırlar, kişi həyatından danışırlar. Və bu necə olur bəs bu? Bəs harada sizin o ağız dolu danışdığınız bu kişiliklər, mərdliklər? Vermisiniz özünüz kimi tərbiyəsiz valideynləri qabağa, saxta idarələr yaradırsınız, dələduzluqla məşğulsuz. Bacılarınızı vermişsiniz qabağa. Yenə xarici vətəndaşın əli ilə 69 səhifəsi yaradır.
Hanı bəsin mərdliyiniz? Harda sizin kişiliyiniz, qardaş? Mehriban xanımın ünvanını nə qədər söyürdünüz? İndi mən mərdlik demirsiniz, mən mərdanə. Yüzkədə zəng eləyib sözümü demişəm. Bandatdelin qaynar xəttinə zəng eləyib sözümü demişəm. Xüsusi xidmət orqanla mənim Naxçıvanlarımı təhqir eləyəndə 2019 idi səhv eləmirəmsə də ağzımdan çıxan demişəm. Zəng eləmişəm, mən sözümü demişəm. Mən valideynlərimin gizlənməmişəm. Və yaxud da ki, valideynlərimi kimisə ayağına verməmişəm, qabağa verməmişəm. Kimisə yubkasının altında da mən gizlənməmişəm heç vaxt. Yubka altı olmamışam mən. Mən nəyəm? Mən yenə deyirəm, bu dünyada ən pis insan da mənəm. Siz qeyrətli olun da niyə olmursunuz ki? Amma danışanda hamımız kişilikdən, nə bilim, mərdlikdən danışırsınız, oğlanlıqdan danışırsınız, qeyrətdən, namusdan danışırsınız. Qeyrəti, namusu olan anasının bacısını qabağa vermir. Mən ümid edirəm ki, tezliklə, çox böyük tezliklə bizim nazirimiz General Polkovnik Vilayət Eyvazov bu təxribat barədə məlumatı olar. Ona axır ki, məruz eləyərlər və xüsusi xidmətdə oturanlar, rüşvətxorlar aldıqları rüşvətə görə işlərindən azad olunanlar və həbsə gedərlər.